Hı hı. Yəni daha aşağılar. Deməli, 94-ə baxırıq da, düzdür? Məsələn 94 yazaq. Deyir ki, onluq say sistemində verilmiş bu ifadənin qiymətini ikili say sistemində, yəni yazarıqsa, sıfır rəqəmlərin sayını tapmaq lazımdır. Biz bilirik ki, ikili say sisteminə gətirərəmsə, hamısını 2-nin qüvvətində yazmalıyam. Yəni əsasda 2 olmalıdır. 16 ikisi neçədir? 34. Ha, 16 2 üstü 4. 4. İkisi 4'ün üstündə də 8 var, düzdürmü? Üstə gələk. 2 üstündə 20 yerində qalır. Üstə gələk. 12-ni 2-nin hansı qüvvətlərin cəmi şəklində yaza bilərəm? 2 üstü 3, 9. Bəli, 2 üstü 3, yəni 8. Üstə gələk. 4, yəni 2 üstü 2. Nə elədi? 12. 8-dən 4. Elədi 12. Düzdürmü? Bərabərdir. Təzədən bunu da dəqiqə, bunu aşağı çəkək. Hah. Sonra bu da 2 üstü neçə eləyir? 2 üstündə 4 dəfə 8 32, üstə gəlsin 2 üstündə 20, üstə gəlsin 2 üstündə 3, üstə gəlsin 2 üstündə 2. Uşaqlar, baxın, görürsünüz, hər biri 2-nin qüvvətlərinin cəmi şəklindədir, düzdürmü? Belə olan halda, mənim ikili say sistemində bunu onluqdan 2-yə gətirmək istəyirəmsə əgər, bu zaman baxıram ki, mənim ən böyük qüvvətim 32-dir burada, düzdürmü? 32-dirsə, deməli, normalda bu 33 rəqəmli ədəd olacaq. 33 rəqəmli. Və bunun 32-ci, 20-ci, 3-cü və 2-ci qüvvətlərinə 1 düşür. Qalan hər birinə 0 düşür. Yəni, deməli, bax burada 32-ci qüvvətdə 1 imiş. 32-dən 20-yə qədər. Yəni, deməli 31-ci, 30, sonra 29, 28, 27, 26, 25, 24, 23, 22, 21. Deməli 0 imiş. Bir də 20-ci qüvvətin 1 imiş. Təzədən 20-dən də bir də 3-cü qüvvətə qədər hamısı 0 imiş. Sonra gəlirəm 3-cü qüvvətin 1 imiş, 2-ci qüvvətin varmış və 1-ci və 0-cı qüvvətlərim də yoxdur. Onlar da 0 imiş. Aydındır. Deməli ki, say sistemində belə bir ədəd imiş bu. Və misal üçün 2-dən təzədən onluğa qaytaranda bu formada olur da. Yəni bu onluq say sistemində yazılış formasıdır. İndi mənə deyir ki, bu ifadədə, yəni ikili say sistemində təsvirində sıfır rəqəmlərin sayını. Şöyle sıfır rəqəmlərin sayını daha asan tapa bilərik. Aradakı sıfırları saymadan daha asan tapa bilərik. Burada əgər 32-dirsə, deməli bu 33 rəqəmli ədəddir. 33 rəqəmli ədəddən 1, 2, 3 və 4 dənəsinə 1 düşür. 4 dənəsi 1 olursa əgər, yerdə qalan sıfırların sayıdır. Bəli, deməli burada 29 dənə sıfır var, 4 dənə də 1 var. Aydındır? Bəli. Tamam. Keçək 95-ə. 95-i. Gəl 95-ə baxaq. 95 yenə ikili say sistemində təsvirində bu zaman birlərin sayını istəyir. 4 üstündə 2020-ni. 4 2 üstü 2 deyilmi? Üstündə də 2020 var, düzdür? Üstünə gəlirəm 2 üstündə 2017. Üstünə gəlirəm 15-i yenə 2-nin qüvvətlərini cəmi şəklində yazmalıyam. 15, 8 üstə gələk, yəni 2 üstündə 3, üstə gəlsin 2 üstü 2, 8 ilə 4, 12, yerdə qaldı 3. O da 2 ilə 1-dir, düzdürmü? Üstə gələk 2 üstündə 1, üstə gəlsin 2 üstündə 0. Bu 2-dir, bu da 1-dir. Yazdıq mı? Yazdıq. Bərabərdir. 2 üstündə 4040, üstə gəlsin 2 üstündə 2017, üstə gəlsin 2 üstündə 3, 2 üstündə 2, 2 üstündə 1 və 2 üstündə 0. Deməli deyir ki, demək, mənə deyir ki, bir rəqəmlərin sayını. Şöyle bir rəqəmlərin sayını deyə bilərsiniz, neçədən olacaq? Bax, bunun ikili say sistemində təsvir etsək bir rəqəmlərin sayı. Bəli, bax, 1, 2, 3, 4, 5, 6. 6 dənə 1 olacaq. Bəs neçə dənə 0 olacaq? 4040'dan da çıxacaq altında. Şöyle 4040'dan, yox, 4041'dən, bəli, çünki bu 4041 rəqəmi ədəd olacaq. Bundan çıxacağım 6-nı. Bəli, 4035 dənə də 0 olacaq. Aydındır? Yaxşı, 96-ya baxaq. 96-nı yazmışıq. Gəlin 96-ya baxaq. 96 deyir ki, hansı ən kiçik natural ədədin, natural onluq ədədin 8-lik və 9-luq say sistemindəki təsvirin sonu 0 rəqəmləridir. Şöyle mən bilirəm ki, istənilən say sistemin, daha doğrusu onluq say sistemindən istənilən say sisteminə keçəndə, istər 8-lik olsun, istər 9-luq olsun, istər 2-lik olsun, istər
belə deyək də 16-lıq olsun. Yəni onluq say sistemindən istənilən say sisteminə keçəndə mən bölürəm. Bölmə qaydasından istifadə edirəm. İndi deyir ki, buradakı ədədlərdən hansını 8-liyə və 9-luğa keçirsəm, yəni 8-ə və 9-a bölsəm, çünki bölürəm də qayda budur. Sonra 0 olar. Yəni hər ikisinə bölünən ədəd lazımdır mənə. Hər ikisinə böyle 72. Bəli, deməli bu 72 ədədidir ki, həm 8-likdə, həm də 9-lukda sonra 0 rəqəmi ilə qurtarır. Aydındır? Hər ikisinə bölünən budur. 97-yə baxaq. 97-də də deyir ki, deməli bu formada veribdir. A, O, U hərflərindən ibarət bütün 5 hərfli sözlər, yəni sözlərin mənası olmaya da bilər, əlifba sırası ilə düzülmüşdür. Sıranın əvvəli aşağıda göstərilən kimidir. İndi o hərf ilə başlayan ilk sözün sıra nömrəsini müəyyən edin deyir bizə. Uşaqlar, bu hərflər bu deyilmi? Bax, A-dır, O-dur, U-dur, düzdür. Bunlar əslində kodlaşmış vəziyyətdədir. Yəni hərflərlə kodlaşıbdır. Əslində bunlar 0, 1, 2. 0, 1, 2 rəqəmləridir. 0, 1, 2 rəqəmləri hansı say sisteminin simvolları ola bilər? Üçlü say sisteminin, üçlük. Yəni maksimum, yəni ən kiçik halda üçlü say sisteminin simvolları ola bilər. Deməli, burada üçlü say sistemindən istifadə olunur. Yəni, burada sadəcə 0, 1 və 2 rəqəmləri var. İndi mənə deyir ki, o hərf ilə başlayan ilk sözün sıra nömrəsini tapın. Uşaqlar, o hərf ilə başlayan ilk söz, burada da 5 hərfli sözlərdə, düzdürmü? Onda o, yerdə qalanlar A olmazmı? 4 dənə də A olacaq, düzdürmü? Bu oldu 5 hərfli o hərf ilə başlayan ilk söz. O'nun kodu nədir? 1. A'nın kodu nədir? Sıfırlardır. 4 dənə 0 yazdım bura. Bu hansı say sistemidir? Üçlü say sistemidir. Deməli, mən onda bunu üçlü say sistemindən onluq say sisteminə gətirməliyəm. Qayda belədir. Onluq say sisteminə gətirməliyəm ki, bunun sıra nömrəsini tapım. Çünki sıra nömrəsi onluq say sistemindədir. Bax, 1, 2, 3, 4, 5, 6 bu cür sıralanıbdır. Aydındır. Üçlü say sistemindən də onluq say sisteminə keçmək üçün, ümumiyyətlə istənilən say sistemindən onluq say sisteminə keçmək üçün istənilən say sistemindən indeksləyirik. Üzərində 0, 1, 2, 3, 4. 1 vurulsun, 3-ün üstündə 4. O da mənə verir nə? Deməli, 3 dəfə üçün 9, 9 dəfə üçün 27, 27 necə vursam 81. Düzdürmü? Oldu 81. Digərləri 0 deyə yazmadım. 81. Uşaqlar, bizim amma cavabımız 81 deyil. 81 ise bir gələn cavab olur 82. Niyə 82-dir? Ona görə ki, baxın, mənim bir nömrəli, belə deyək də, kodum, əslində A hərfinin 0 deyildimi kodu? Əslində 1-in kodu 0, 0, 0, 0 olubdur. Sonra 0, 0, 0, 0, 1 olanda bunun kodu 2 olubdur. Yəni sıra nömrəsi 2 olubdur. Yəni artıq görürsünüz, yəni 1-ə 2 düşübdür. Sonra 0, 0, 0, 2 olanda bunun sıra nömrəsi 3 olur. Ona görə də o hərf ilə başlayan sözün sıra nömrəsi 81 deyil, 82-dir. Yəni 1 artıq götürür, 1 var artıq götürür. Çünki 0-a 1 düşür, 1-ə 2 düşür, 2-yə 3 düşürsə 81-ciyə də 82 düşəcək. Aydındır? Bəli. Məryəm. Evet. Yaxşı, bir daha deyirəm. Burada A hərfinin kodu 0 deyilmi? 0-da düzümü. Baxın A yazıblar. Soldan sağa düzmürdük ki. Necə? 0 1 için soldan sağa düzmürdük. Yox, bunu indeksini sağdan sola doğru düzürük. 0 1 2. Yukarıya A. Burada mı? Hə, bu kodlaşma kimi düşünün də. Bu say sistemi kimi düşünmə. Kodlaşdırıblar da. Yəni 0-ı bundan 1-i və 2-ni bu formada kodlaşdırıblar. Aydındır? Sən də bu cür elə. Həmişə belə veriləndə belə eləyə bilərsən. Bu cür eləyirsən. Sonra mən o hərflə başlayan ilk sözün artıq oldusa digərləri A olacaq. Bu olduğunu təyin elədim. Kodlarını yerinə yazdım. Gördüm ki, bu üçlü say sistemidir. Üçlü say sistemindən onluq say sisteminə gətirdim. Elədi 81. 81-in üzəri 1 gəldim, 82 götürdüm. Hər zaman belə eləyə bilərsiniz, əgər sıfırlarla başlayacaqsın. Aydındır? Çünki sıfırlara 1 düşürsə, 1-ə də 2 düşürsə, deməli 81-ə də 82 düşər. Aydın özündən bir var da artıq götürdük. Belə. Yaxşı, 98-ə baxaq. 98 yazmışıq. Aha, gəl 98-ə də baxaq onda. Deməli, 98-ə deyir ki, X, Y, Z, T 16 say sistemində verilmiş, həm də bu şərtləri ödəyən 4 rəqəmli ədəddir. İndi gəlin X, Y, Z, T. Bax, bu ədədi düzəldək. Deyir ki, X verilmiş say sisteminin cüt rəqəmidir. Bu 16 say sistemidir. 16 say sisteminin cüt rəqəmləri çoxdur. İndi hələ ki, yazmayaq da onun hansı olduğunu.
Keçək o birlərinə baxaq. Deyir ki, Z verilmiş say sistemində 5-ə bərabərdir. Tamam, Z-in yeri məlumdur. Burada bu da 5-dir. Sonra nə deyir? Y verilmiş say sisteminin ən kiçik rəqəmidir. Uşaqlar, verilmiş say sistemi, yəni 16-lıq say sisteminin ən kiçik rəqəmi hansıdır? Bəli, deməli Y-də 0 olacaq. Və şərtə də baxsaq görürük ki, ən kiçiyi Y-dir. Y-dən biraz böyük X-dir. Düzdürmü? Ən böyüyü Z-dir. Deməli, ən böyük 5-dirsə, digərləri Z, X-in də, T-nin də yerində duran ədədlər 5-dən kiçik olacaq. X deyir ki, verilmiş say sistemi cüt rəqəmidir. Cüt rəqəmi X-in yerinə 2 yazsaq əgər, T də verilmiş say sisteminin tək rəqəmidir. Tək rəqəmidirsə əgər, indi 3 də yaza bilərik, 1 də yaza bilərik. Gəlin görək T. Bir axı olmayacaq. T Z-dən kiçikdir, yəni 5-dən kiçikdir. Amma X-dən böyükdür. X-in nədir? 2-dən böyükdürsə, 5-dən də kiçikdirsə, deməli bu hansıdır? 3-dür. Bəli, deməli 3-dür. Всё. Nə edəcəm? Bunu 16-lıq say sistemindən, baxın bu 16-lıq say sistemində verilibdir. Gətirəcəksən 10-luq say sisteminə. Uşaqlar, 16-lıq say sistemindən 10-luq say sisteminə keçmək üçün yenə sağdan sola doğru indeksləyirəm. 0, 1, 2, 3. Sonra birinci rəqəmi götürürəm. 2 vurulsun 16 üstündə 3. Üstə gələn növbəti 0-dır deyə yazmıram. Çünki 0 nəyə vursam 0 edəcək. Keçirəm bu birisini yazıram. 5 vuraq 16 üstündə 1. Üstə gəlsin 3 vuraq 16 üstündə 0. Bərabərdir. 16-nın kubu kvadratı 256 edirsə, 256 2 üstündə 8-də, bir də vuram 2 üstündə 4-də, 2 üstündə 12, bir də vursam 2 üstündə 13. 2 üstündə 13 də 8192 edir. 8192-nin də üstünə gəlirəm, 16 vuraq 5, 80 edir. 3 də bu 83. Üstünə gəlirəm 83. Bu da bərabər mənə nə verəcək? 892-nin üstünə 83 gələndə 5, 17, 1 yadda, 2, bu da 8. 8275. 8275 onluq say sistemində. Cavab B variantı. Aydındır. Sonra 99-u yazmışıq yoxsa yox? Gəl 99-a da baxaq uşaqlar. 99-a deyir ki, baxın 2 üstündə 2025, 8 üstündə 500, 19. Onluq ədədin ikinci say sistemində təsvir etdikdə həmin ədəddə olan bir rəqəmlərin sayını. Bax 2-nin üstündə 2025 yazdım bura. Üstə gələk. Gəlin birbaşa yazaq. Çünki 1500. Ay sağ ol. 2 üstündə 8 2 üstü 3-dürsə 3-ü də 500-ə vuranda elir nə? 1500. Üstə gəlsin 19-u da bəli 2 üstü 4 yəni 16 üstə gələk 3 qaldı yeri düzdürmü? 2 üstündə 1 və 2 üstündə 0 yazsam 2 ilə 1-in cəmiyyəti düzdürmü? Elədi 3. Aha. İndi deyin görüm bu onluq say sistemindədir. İkili say sistemində təsvirində bir rəqəmlərin sayı neçədən olar? 2026-dan Bir rəqəmlər, birlərin sayı. 2, 3, 4, 5 dənə. Bəli, всё. Cavab 5-dir. Bir rəqəmlərin sayı 5-dir. Yaxşı, sıfırların sayı neçə dənədir? 2026-dan çıxacaq biri. Bəli. 2021 dənə də 0 olacaqdır. Bu qədər sadə. 100-ə. 100-də problem var. Onu gətirməmişəm. Yaxşı, gəlin 100-ə də baxaq. Uşaqlar. Baxın, 26 onluqdadır. Düzdürmü? Üstünə gəlirəm 60 x-likdədir. Bərabərdir 202-də x çıxaq 2 yazıblar. İndi deyək ki, bunu necə həll edə bilərik? Bu 26 zaten onluqdadır, bundan işim yoxdur. Üstə gələk. Buna da 0, 1 yazsam, bəli. 6 vuraq x üstündə 1 nə olur? 6x bərabərdir. Buna da 0, 1, 2 yazsam, nə baş verəcək? 2 vurulsun, x minus 2-nin üstündə 2. Üstə gələ bu mənə 0-dır yazmıram. Bir də üstə gələ sonunda 2 var. Bərabər yazmayaq da, tənlikdə altına yazaq. Yenə 26 üstə gələ 2x, 6x yerində qalsın, bərabərdir. Bax, birincinin kvadratı, yəni x kvadratı. 2-yə vuram nə olur? 2x kvadratı. Çıxılsın birinci ilə ikincinin, hadisinin 2 misli. X-i vuram 2-yə, edir 2x, bir də 2-yə vuram 4x. Çöldəki 2-yə də vursam 8x. Çıxar 8x. Üstə gələ axırıncının kvadratı, yəni 4. Bir də bu 2-yə vursam 8 olur. Üstə gələ 2 də yerindədir. Buradan 2x kvadratı, sonra bu 6x də bu tərəfə keçirəm, olur mənfi, 6x 8x, çarx 14x, 26 da yenə bu tərəfə keçsə, 8-dən 2 10 eləyir, 26-dan da 10 çıxsa, mənfi 16, çarx 16 bərabərdir 0. Hər tərəfini 2-yə bölsəm, x kvadratı çıxılsın 7, x çıxılsın 8 bərabərdir 0. Viyot teoremi ilə köklərin tapası olsam əgər bunun, deməli kökləri olacaq 7 ilə 1, mənfi 1 ilə 7 olacaq, düzdürmü? Yox. 8 bir dəqiqə. Hasil C-ni verir də. 8 ilə mənfi 1 verəcək. Düzdürmü? 8 ilə mənfi 1 verəcək. Və mənfi 1 bizim say sistemin əsası ola bilməz. Ona görə də 8 cavabını götürürəm.
Cavab A variantı 8. Buyur. Mənfidən müsbətini səhv eləmişəm mən. Hı -hı. Yəni, Sonra 101'e baxaq. Cavab nə olurdu? 8. Sən mən yazdım baxın burada. Burada səhv nə olacaq? 32 yox, çıxaq 16 olacaq. Bunu da eləsən düz gedirmiş. Sonra 101'e yazaq yoxsa yox? Sən bunu yazdım. Köçür. Yazmışam 101'i. 102 bəs. Yazmışam. Aha. Dəqiqə mən bunu 102 yazmamısan, elə mi? Baxaq onda 102'yə. Dəqiqə yuxarı. Köçür, sən köçür. 102'ni də mən yazıram buradan. 102'de deyir ki, onluq say sistemində X2 verilmiş. nə oldu mənim? X2'miz də -1'dir. Hı. Yəni say sistemin Mənfi. əsası mənfi ola bilməz deyə müsbət kökünü götürürəm. Hı -hı. Cavab 8 olur. Bizə baxın. 102'yə baxaq. 102'də də deyir ki, 20 bıraq. 20 bıraq. 16 üstündə 15. Ədədinin ikili say sistemindəki təsvirində sıfırların sayını tapın. 15 o da 360. Hə, 20'ni necə yazarıq? 204, 202. 2 üstündə 4 üstə gəlsin 2 üstü 2 yazsaq 20 verir bizə, düzdürmü? Bir də vururam 16 2 üstü neçədir? 4. 2 üstü 4 üstündə 15 nə olur? 260. 260 bərabərdir. İndi nə yazım? 2 üstündə deyin görüm. 20 saxlanarız mən. Vuranda üstə toplanır, düzdürmü? 2 üstündə 64 üstə gəlsin 2 üstündə 62. Aha. İndi deyin görün burada sıfırların sayı neçə dənə olar, birlərin sayı neçə dənə olar? Mən Birlər hamısını sayı 2 şey dənə, yapacağım. sıfırlar sayı 63-dən. Bəli, bu qədər. Sonra 103'də problem var Ben temiz kimdəsə. oşmuşam. 103'ə baxaq. Yok. 103. Baxın. Baxaq. Hı -hı. 103'də də deyir ki, 2B 16'lıq say sistemindədir. Üzərinə gəlirəm 127'li 8'li say sistemində. Deyir ki, ikili say sistemində ifadə edilərsə, alınan ədədin içində bir rəqəmi olar. Uşaqlar, bunu bir neçə üsulla həll edə bilərik. Mən İstəsəz deyim, 16'lığa gətirin, tapın. İstəsəz 2'liyə gətirin, toplayın. Necə istəyirsiniz eləyin. Ən yaxşısı ilə gəlin 2'liyə gətirək, elə toplayaq da. Bax, 16'lığı 8, 4, 2, 1 qaydası ilə gətirək. 2'ni almaq üçün əvvəldə nədir hamısı? Sıfırlardır. Tabii 2 dənə 0, 1, 0. Düzdürmü? B də bizdə 11 deyilmi? 11 də 8, 2 və 1-ci cəmidə. Düzdürmü? 1, 0, 1, 1 də yazıram bura. 1, 0, 1, 1. 4, 2, 1 qaydası ilə də 8'liyi gətirirəm. Arxadan yazaq. 7 mənə 3 dənə 1 verir. Düzdürmü? 1, 0. Sonra 2'ni almaq üçün də 0, 1, 0 deyilmi? Yazıram bura 0. Bir dəqiqə bura düşmüşdü də. 0, 1, 0. Sonra 1 də mənə 0, 0, 1 verir. Düzdürmü? 1, 0, 0. Belə bir şey. Deməli 1 ilə 1 indi toplayıram ikili say sistemində. 1 ilə 1 2 eləyir. İkili say sistemində 2 olmadığına görə 2-ni 2-yə böləndə bəli 1 düşür 0 qalıq qalır. Qalığı yazıram tam hissəni yadda saxlayıram. 1 ilə 1 yenə 2 eləyir. Bir də yadımda da oldu 3. 3-ü 2-yə bölsəm 1 düşür 1 qalıq qalır. 1'i yazıram yenə 1'i yadda saxlayıram. Qalığı yazıram tam hissəni yadda saxlayıram. 1 ilə 0 eləyir 1. 0 yazdım. Bir də yadımdadır. Oldu 2. Yəni 2-ni 2-yə bölsəm 1 düşər 0 qalıq qalır. Qalığı yazıram yenə tam hissəni yadda saxlayıram. Yenə 1 ilə 0 eləyir 1. Bir də yadımda yenə elədi 2. Yenə 0 yazıram 1 yadda. 0 ilə 1 elədi 1. Bir də yadımda yenə 2 oldu. Ona görə yenə 0 yazıram 1 yadda. 1 ilə 0 1. Bir də yadımda yenə 2 oldu. Yenə 0 yazıram 1 yadda. 0 ilə 1 elədi 1. Bir də yadımda yenə 2 oldu. 0 yazıram 1 yadda. Bunlar da 0 olduğuna görə 1 yaddan da yazıram əvvələ. İndi deyir ki, bu yazılışda neçə dənə bir rəqəm olar? Neçə dənə oldu uşaqlar? 2 dənə. Cavab oldu 2. Bəli. O 0'dan 0 yazdım. Bunlar mı? Yazmasaq da olardı. Sadəcə indi yazdım da. Yazmasaq da heç bir problem yox. Onda bir dənə 1 olaraq yazdım. Yazmasaq niyə bir dənə bir olur ki? Bax 0'ı yazmadım da. Bu da getdi, bu da getdi, bu da getdi, bu da getdi. Sıfırlar deyildi mi? Hə. Burada 1 var idi. Üzərində 1 gələndə oldu 2. Yenə 0 yazarım. 1'i yaddan atdım əvvələ də. Həmin şeydir. Yaxşı. 104'ə baxırıq. 104'ə baxaq. Aha. Yox, bax, yaza bilməyən var da. Baxaq. Baxaq, yaza bilməyən varsa baxaq. Yox, dalda cavab səhv deyilmədi. 164'dür cavab. O dalda 144 çıxıb. Tamam, baxaq. Sən baxaq. Onluq say sistemində verilmiş Yox, ən böyük 644. rəqəmli ədəd. Uşaqlar, hansı da onluq say sisteminin ən böyük rəqəmli ədəd? 99. Bəli, 99 deməli onluqdadır. Ədədlə 16-lıq say sisteminin ən kiçik tək ədədini. 11. 16-lıq say sisteminin ən kiçik tək ədədi hansıdır? Ən kiçik 2 rəqəm bilir, 1 rəqəm. 2'dir. 16-lıq say sisteminin ən kiçik tək ədədinin cəmi. 11. Tək ədəd 1 deyilmi?
Hı. Bir də 16-lıqda. Adət verir, rəqəm demir. 2-dirsə orada da 16-lıq say götürəcək sisteminin 16-lıq say sisteminin ən kiçik tək ədədinin Hı. Ədədin cəmidir. hə, cəmi 8 say sistemində tapın. Mən 11 götürmüşüm. Çünki orada da ikilik deyəmən onu. Necə? Ben ikilik deyir da. Aha. Onda da 12, 16'da da ikilik götürdüm da. 2 tane götürdüm, 11. Onluq say sistemində verilmiş ən böyük iki rəqəmli ədədlə, yəni 99 onluqdadır. 16-lıq say Verir, sisteminin verir, ən verir, kiçik verir. tək ədədin cəmini. Şuralar, gəlin baxaq. Götürək. Bir dənə 1 götürək. 1 16-lıqda da 1-dir. İstənilən, yəni onluqda da 1-dir. İstənilən say sistemində 1-dir. Yəni 99 üzərinə 1 gələndə eləyir 100. Birlə alınmır. Baxaq. Hı. Baxaq alınırmı, alınmır. Almayacağım. Sonra bunu da onluqdan 8-yə gətirin, neyirəm? 8-ə bölürəm də, düzdürmü? Hı hı. 8-ə böləndə deməli 22 dəfə. Qalıq qaldı nə? 4. Təzən 12 ilə 8-ə bölsəm, 11 səhv. bir dəfə qalıq qaldı 4. Düzdürmü? Cavab olur nə? Bir səhv. 144. Ədəd Aha. deyir axı. 8-ci say sistemində. Uşaqlar, olsun da ədəd. Belə çıxır ki, elə 0-dan 9-a kimi heç, yəni ədəd deyil də, bunlar ancaq rəqəmdir ha. Ədəd deyirsə, misal üçün mən 5-i götürə bilmərəm. Bu onlar niyə deyir ki, 5 ədəd, misal üçün orada 5 ədəd nə bilim nəsə var idi. Aydındır? Düzdür, misal üçün desək ki, 35 %100 ədəddir. Yəni rəqəmlərdən düzəlmiş ədəddir. Amma bir özü də nə olsun ki, üstə gəl, deyirik ki, natural ədədlər, əşyaları sayarkən istifadə etdiyimiz ədədlər natural ədədlərdir. Biz əşyaları sayarkən elə ondan başlamırıq ki, birdən başlamırıq. Bəli. Belə. 108. Gəlin, indi baxaq neçəyə? 108. 105, 106. Baxmaya ehtiyac var. 108-ə baxırıq. Yaxşı, 108-ə baxaq. 108-də də yenə. Nə, uşaqlar, yaxşı yazıram bura. 32 ayağında x üstə gəlsin 65 x-likdə bərabərdir 117 x-likdə. Yəni indeksləmədən istifadə edirik də, düzdürmü? İndeksləyən zaman üzərinə 0, 1, 0, 1, 0, 1, 2. Nə olur? 3x verir. Aha, 3x üstə gəl 2 üstə gəlsin 6x üstə gəlsin 5 bərabərdir. X kvadratı üstə gəlsin x üstə gəlsin 7. Aydındır da bu, düzdürmü? Sonra x kvadratı, x 3x 6x eləyir 9x. Bu tərəfə keçirsəm 9-dan 1 çıxsam olur 8x. Ha, yazmışam mən təmin 0, 1, 2 yazıram da üzərinə. 1 vurulsun x üstündə 2 olur. Oradan x kvadrat yaranır. Sonra 2, 5 elədi 7. Bu tərəfə keçsəm 7-dən 7 çıxanda 0 qalır. Всё. X kvadrat 8x bərabər 0-a. Buradan x-i çıxarsam mötərizə xaricində x çıxılsın 8 bərabər 0. X1 bərabərdir 0-a, x2 bərabərdir 8-ə. 0 mənim say sistemim yoxdur, ona görə cavabı 8 götürürəm. Deməli, cavab oldu 8. Aydındır? 109-a 110-a baxırıq. 110 yox, 109. 109-a baxaq. 109-da da yenə 346 ayağında x. Üstə gəlsin 257 ayağında x bərabərdir 625 Mən tamamilə x. sizin necə yaza bilərik deyim də onu. Bax, 346 da, bu da 257. 6 üzərinə 7 gəlsin 13, 13-dən də 5 çıxanda elə 8. Amma burada da 5-dir daha. Uşaqlar, baxın, bunu burada böyük rəqəmlərin kvadratları da yarana bilər. Bu sizi yora bilər. Bunu belə də həll edə bilərik. Baxın, 346-nın üzərinə 257-ni gəlirəm alt-alta. Cavab da alınıb 625. Gəlin görə bu hansı say sistemi olar? Əvvəla baxıram ki, burada ən böyük ədəd neçədir? 650. Ən böyük rəqəm deyək. Yaxşı, ən böyük rəqəm neçədir? 660. Rəqəm dedim də, rəqəm. Hə, 7. 7-dir. Deməli bu, yəni 8-lik say sistemi və yuxarı ola bilər, düzdür? İndi bunu 8-lik say sistemi düşünək görək. 8-lik say sistemi də ola bilər. 6 ilə 7 nə eləyir? 13. 13 8 say sistemində yoxdur, düzdürmü? 13-ü 8-ə bölsəm 1 düşür, 5-də qalıq qalır. 5-i yazıram 1 yadda. 4 ilə 5 9, bir də yadda 10. Onu da 8-ə bölsəm, yenə 1 düşər, 2 qalıq qalır. Qalığı yazıram tam isə yadda. 3 ilə 2 5, bir də yadda 6. Всё. Deməli bu 8-ci say sistemi doğrudur da, 8-ci say sistemindədir. Mənimki səhv. Aydındır? Deməli cavab 8-dir. Bəli. Mən dediyim səhv ola bilər. Yox, doğrudur. O da bir yoldur. O Doğrudur. səfər dinləmişdim. Bəli, bəli, doğrudur. Aydındır. Sonra 109, 110. Var. 109-a bax da. 110, yoxdur. 111. Var. 111. Şöyle 111'də 257 də 10-luqdan 2-yə gətiririk. İstənilən bir qayda ilə gətirə bilərsiniz. İstəyirsiniz 2-yə bölə-bölə gedin. İstəyirsiniz qüvvətlərin cəmi şəklində yazın. İstəyirsiniz 257-ni 256 üstə gələk 1-in 1 kimi yazın.
O da bir Bu da olsun, nədir? 208 200 800 üstə gəlsin 200 0 deyil mi? Aha. İndi bizə nə deyir? Burada deyir birlərin sayını. Birlərin sayı neçədən olacaqdı? 2 dənə olacaq. Bir Bir dənə. dənə. Niyə ki 200 0 var Bir axı? yazmışam ben. 200 0 da var axı. 200 800 üstə gəl 200 0 da var da. Cavab 2-dir. Bir dəqiqə. Bir rəqəmlərin sayı. 111. Hə, Sonra 112. ən axırda da götürürük. Bəli, bəli. Axı bu 1-dir də 256 üstə gələ 1 kimi yazdım. Bu da 208 üstə gələ 200 0 deməkdir. 2-lər varsa, yəni bunlar bir rəqəmlərin sayıdır. Yaxşı, sıfırların sayı neçədən olacaq burada? 8 dənə. Sıfırların sayı? 1, 3. Bəli, 9-dan 2 çıxıram. 7 dənə də 0 olacaq. Aha, 112. 113-ə baxaq. 113-də də deyir ki, 5, 15 aralığında olur. İkilik yazılışında birlərin sayı 2-dən çox olan onluq ədədləri götürəsən. Yəni 5-dən 15-ə qədər ədədlərdən hansıların ikili say sistemində təsvirində birlərin sayı 2-dən çoxdur. Yəni 2-dən çox olacaq. Aydındır? Şöyle belə bir şey var. Misal üçün 5 bizdə neçədir? 2 üstündə 2 üstə gəlsin, 2 üstündə 0, düzdürmü? Burada neçə dənə 1 var? Bəli, yazıram elə bir qaşı, qavandan belə ox çəkirəm, yazıram burada 2 dənədir. Yaxşı, 6 bəs? Nə? 6 nə? Hansı 2 hansı qüvvətlərin cəmidir? 6 da 2, plus 200 200 1. Aysu, 201, 201, 200. Hı. 200. Burada neçə dənə oldu? Burada da oldu 3 dənə. Hı. Sonra 7 neçədir bəs? 202, 202 üstə gəlsin. 201 üstə gəlsin. 200 plus. Yox, nə oldu da? Ya. 4 üstə gəl 2, 6 üstə gəl 7. Bu səhv demişsə, burada da bu sadəcə bu qədərdir. 202 ilə 201-dir. Burada 2 dənədir. 7 belədir. 200-dir. 7 də 3 dənədir. Aydındırmı? Anladım. Sonra 8. 8-ə yenə 2 hansı qüvvətləridir? 2 üstündə 2, 4 oldu mu? Bir də üstə gəlsin. Bir dəqiqə. 2 üstü 3-dür də. Sağ ol. Burada bir dənədir. Sonra 9-u. Bax, belə çevirəsiz hamısını. İnşallah bu formada çevirəsiz. Bəli, hansında 2-dən çoxdursa, zaten biri burada var artıq. Bizdən neçə dənəsini istəyir də, sayını istəyir. Götürəcəksiniz. Anladım. Bu qədər. Da arxasını özünü davam etdirəsiniz. Zaten 114-də baxın. 114 də həmin şeydir. Bəli, sadəcə olaraq burada da 20-30 aralığındakı ədədlərdə bu səfər birlərin sayı 3-dən çox olsun deyir. Misal üçün 20-ni 2-nin qüvvətlərini hansı cəmi şəklində yaza bilərik? Misal üçün 16 üstə gəlib 4 deyilmi? 2 üstə 4 üstə gəlsin 2 üstə 2. Burada üstə nə oldu? 2 dənə burada oldu. Düzdürmü? Sonra 21-dən misal üçün əlavə bir dənə 2 üstə 4 üstə gəlsin 2 üstə 2 üstə gəlsin 2 üstündə 0 yazarıq da, düzdürmü? Burada artıq 3 dənə oldu. 22, bax bu formada yaza gedəcəksiniz. Orada birlərin sayı hansı ki 3-dən çoxdur, onu götürəsiniz. Aydındır? Bəli. Yəni bu da çətin deyil. Sonra 115. Var. 115-də 141-dir də, onluqdan 2-liyə gətir də. Bəli. Yazmışam. Bircə deyək, yazmışsan lap yaxşı. Yazmadıqlarınızı deyirəm. 118. Yox, 116, şöyle 116, 117, 100 yaxşı, bu tipdən hələ ki 2 dənədir. 116, 117. Buna aid mən sizə bir dənə qayda yazdıracağam. Mən qaydanı çək-çəkdən tapdım da. Chat GPT-dən tapmışıq. Yazdım ki, bunu başa salıb bu. Ay sağ ol. İndi o qaydanı mən deyirəm, digərləriniz də yazın. Yazın. Baxın. Opsiyon X böyükdür A-dan, kiçikdir B-dən. Burada A ilə B arasında yerləşən natural ədədlərin sayını tapmaq üçün sadəcə olaraq B-dən A-nı çıxıb, bir də aldığın cavabdan 1 çıxırsan. Əgər X böyükdür, bərabərdir A-dan, ta ki kiçikdirsə B-dən, bu zaman sadəcə olaraq B-dən A-nı çıxıram. Cavabım budur. Və yaxud da ki X böyükdür A-dan, ta ki kiçik bərabərdir B-dən. Bir tərəfi alır, bir tərəfi almır. Bu zaman da sadəcə B-dən A-nı çıxıram. Və yaxud da ki, X böyükdür, bərabərdir A-dan, həm də kiçikdir, bərabərdir B-dən, həm A-nı, həm də B-ni alırsa, bu zaman B-dən A-nı çıxıb, üzərinə də 1 gəlirəm. Arada olan rəqəm sayını tapmaq üçün, yəni natural ədəd sayını tapmaq üçün qaydamızdır. Aydındır? İndi inşallah 116-cı nömrəli testdə X böyükdür, baxın, biri 8-likdə veribdir, biri də 16-lıqda veribdir. Bunu həll etmək üçün əlbəttə ki, hər ikisini neynəməliyik? Onluq say sisteminə gətirməliyik. Ondan sonra sonuncudan əvvəlkini çıxıb, aldığım cavabdan da 1 çıxacaq. Birinci bizə nə verir? Bax, 23 8-likdədir. Bunu onluğa gətirəndə üzərinə 0-1 yazsam, 2 vıraq 8 üstü 1, yəni 2 dəfə 8, 16 üstə gəlsin 3,
Nə eləyir? 19. Birinci elə də 19. 42 də 16-lıqdadır. Buna da 0,1 yazsam. 4 vıraq 16 üstündə 1, yəni 64. Üstə gəlsin 2 vıraq 16 0, 2. 64 üstə 2 gəlir, nə 66. İndi 19-66 aralığında yerləşən ədədlərin sayını tapmaqdan ötürü 66-dan çıxıram 19-u. 16-dan 9 çıxan nə eləyir? 7. 5-dən də 1 çıxanda 4, 47. Və aldığım cavabdan da 1 çıxıram, eləyir 46. Birlikdə niyə 1 çıxırıq? Çünki heç birini almır, heç biri daxil deyil deyə. Yəni qaydanı 117-yə tətbiq edirik. Hər ikisini onluq sayı sisteminə gətiririk. Sonuncudan əvvəlkini çıxıram, amma aldığım cavabın üzərinə 1 gəlirəm. Çünki hər ikisini alır deyə. 118, 119. Var. 123 yox. Aha, 118, 119, əli. Deyəkmi? Aha, gəlin baxaq şuna. 118-də deyir ki, ayçıq kod cədvəlindən bir fraqment verilibdir. 5 simvolunun 16-lıq sayı sistemində yazılışını istəyir bizdən. Baxın bura. Şolar, əgər 8-in, baxın burada 10-luq kodunu göstəribdir. Hə, əgər 8-in kodu 56-dırsa, deməli 9-unki artıq 57-dir. Həməndən 5-i istəyir, eləmə. 5-i istəyirsə əgər 8-dən əvvəl nə yerləşir uşaqlar? 8-dən əvvəl nə var? 7. Bəli, 8-dən əvvəl 7 var, 6 var, burada da 5 var. Deməli 7 olacaq 55, 6 olacaq 54, 5 olacaq nə? 53. Aydındır, 53. Deməli 5-in kodu 53-dürsə əgər, amma 53 bizdə 10-luqdadır ha, çünki 10-luq kodu tapmışam. Yox, 10-luqdan da 16-lığa keçirmək lazımdır. 10-luqdan istənilən sayı sistemaya keçəndə nə edirəm? Bölürəm, 53-ü bölürəm 16-ya. İndi səfə çalışarlar. 3 dəfə salsam 48. Burada qalır 5. Oldu nə? 35, 16 sayı sistemində. Sonra misal üçün 119-a baxası olsaq əgər, 119-a da B simvolunun 16-lıq kodunu istəyir. Bu zaman uşaqlar biz bilirik ki, böyük hərfin üzərinə 32 gələndə 10-luq kodda bizə balaca hərfi verir, yəni balaca simvolu verir. Bizdə də böyük A-mız var, daha doğrusu kiçik də var da. Kiçik A-mız 97-dirsə, ayıqsa ol. A-dan sonra B gəlirdi. Onda B də olacaq 98. Ancaq 98 10-luqdadır. Cavabı bizdən 16-lıqda istəyir. Yenə 98-i 16-ya bölüb 16-lıqda da cavabını tapacağıq. Sonra bundan başqa 120-yə baxaq. 123. Aha, 123-ə baxaq onda. 123-də də yenə deyir ki, 2 üstündə 222 ədədinin 16-lıq sayı sistemində yazılarsa, onda alınan ədəd hansı rəqəmlə başlayır? Uşaqlar, mən sizə demişəm ki, əgər 16-lıq sayı sistemində yazmaq istəyirəmsə, bu zaman, bax, bu əsasda 16 düzəltməliyəm. Aydındır? Bəli, 204-ün. Ay, sağ ol. 4-ü neçəyə vursam 222-yə yaxın bir şey eləyər. 45 mi? 55 yazsam nə eləyir? 220 eləyir, düzdür? 55-ə vursam 220 eləyir. 201 yazaq yoxsa? 202 yazaq ki, 222 eləsin də. 220 üstə də 2 gəlində oldu 222. Düzdürmü? Deməli oldu nə? 202 nə eləyir? 4 vuraq 16 üstündə 55 aldın mı? İndi bu 16-lıq sayı sistemində yazılarsa necə olacaq? Necə yazılacaq uşaqlar? Deyə bilərik. Nə? 16-lıq sayı sistemində yazmaq istəsəm bunu necə yazaram? Bax, 55-ci qüvvətin əmsalı 4-dür. Düzdürmü? Bundan sonra 54-cü qüvvətim yoxdur, 53 yoxdur, 52 yoxdur. Ta ki 0-a kimi. Düz burada 55 dənə 0 olacaq. Aydındır, 55 dənə 0 olacaq. Hansı rəqəmlə başladı bəs? 4-də. 4-lə. Cavabım 4-dür. Anladım. Sonra 124-ə baxırıq. 124 də eyni şey kimi idi, o düstur var idi. 125-ə, 126, 101, 100 kimi idi. 125, 126 bunlar da eynidir. Hər ikisini 10-luğa gətirirsiniz. Misal üçün bircə ikinci çıxıb aldığın cavabın üzərində 1 gəlirsən, burada sadəcə çıxırsan. 127 yazırıq. Bəli. Mən yazım mı? Yaxşı, 127-ni yazıram. 101 ayağında x üstə gəlsin 13 10-luqdadır, bərabərdir. Yenə 101 x plus 1.
Uşaqlar, eyni şeydir də. Üzərinə yenə 0, 1, 2 yazsam, 13-ə heç nə etmirəm, çünki Tənlik, onluqdadır. Yenə 0, 1, 2 yazsam, bəli. 1 vıraq x üstündə 2. Nə eləyir? X kvadratı. Üstə gələn 0 deyə yazmıram. Yəni 0 nəyə vursan 0 eləyir. Bir də 1 vurursun x üstündə 0, x üstü 0, 1 eləyir. Bir də 1'ə vursan 1 eləyir. Üstə gələn 1. Üstə gəlsin 13 onluqdadır, yerindədir. Bərabərdir 1 vurursun x plus 1'in kvadratı. Yəni onu da birbaşa açaq. 2x plus 2. Yox, x X plus kvadratı plus x plus 1'in birincinin kvadratı. Üstə gələ birinci ilə ikincinin hadisənin ikimisini. 2x üstə gəlsin 1 x ha. Üstə gəlsin 1. Bir də üstə gəlsin 0 vurulsun x üstündə 1'in üstündə 1. 0'dır deyə 0 eləyir. Üstə gəlsin 1 vuraq x üstə gəl 1'in üstündə 0. Bu da mənə 1 verir. Bir də 1'ə vuranda 1 edir. Ona görə birbaşa 1 yazdım. Sonra hər tərəfdən x kvadratları gedir. Düzdürmü? Burada qaldı 14. Burada var 2x. 2x bərabərdir. 1 ilə 1 də 2 edir. Düzdürmü? Keçdim bu tərəfə. 14-dən 2 çıxanda elir nə? 12. X də bərabərdir 6. Deməli cavabımız 6-dır. Anladım. Sonra 128'e yazırıq. Ya var. 129, Var. 130. 130 yok. 130'da da inşallah eyni Yox. qaydada da bayaq yazdıq onu. 8-dən 10-luğa keçirəm, 2-dən 10-luğa keçirəm. Var. Sonunda Yoxsa bayaq baxdıq. çoxdan azı çıxıram, sonuçdan əvvəlkən çıxıram, aldığım cavabdan da 1 çıxıram. 132. 131 yazmısınız? Bəli. Aha, baxın 132 onda. 132. Şöyle deyir ki, ikili say sistemində verilmiş 101 rəqəmli ən kiçik 101 rəqəmli ən kiçik ədədi 8-li say sisteminə çevirdikdə neçə rəqəmli ədəd alınır? Şöyle əvvəla ona deyim ki, ikili say sistemindən 8-li say sisteminə necə keçirəm? İkili say sistemində tak yazıram. Ben misal üçün 1, 0, 1, 1. Düzdürmü? Tak ki 1. İkili say sistemindən 8-li say sisteminə keçmək üçün mən bunu 3 ayıraram. Üzərinə 1, 2, 4, 1, 2, 4 belə yazıram. Düzdürmü? Yəni 3 ayırıram da. Və burada 3 dənə ədəd, misal üçün 1, 2, 4 yazdım mı, 1, 2 yazdım mı, tak ki. Bu nə verir? Bu 7 verir, bu da 2 verir. Düzdürmü? Yəni hər 3 dənə rəqəmli ədəd mənə 1 rəqəmli ədədi verir. Yəni ikiliyin 3 rəqəmliyi, 8-liyin 1 rəqəmliyidir. Aydındır? İndi ikili say sistemində əgər 101 rəqəmlidirsə, 101 rəqəmlidirsə, özü ən kiçik ədəd deyir. Ən kiçik ədəd deyir. Yəni 1 arxasında 100 dənə 0 deməkdir bu. Aydındırmı? 101 rəqəmli ədəd. Deyin görək, onda 8-li say sisteminə çevirəndə neçə rəqəmli olar? 8'e çevirəndə Nə etmək lazım bunun üçün? 1, 8'den 0'da. 2 dənə var. Yox, qulaq asın. İkili say sistemində 101 rəqəmlidir. Mən bunu 8-li say sisteminə çevirmək istəsəm, şöyle 3 ayırmıram mı 2-dən 8-liyə keçəndə? Onda bunu 3 ayırsam neçə rəqəmli olar? Hər 3 dənəyə də bir rəqəm düşür də. 1 dənə. 101'i bölərəm 3-ə. Görək neçə dənə aralıq olacaq. Bu da nə verir mənə? 3. 3 dəfə 9-da 11, 3 dəfə qaldı 2. Düzdürmü? 33 dəfə düşür, qalır 2. Deməli 34 rəqəmlidir. Niyə? Çünki sonunda bax 2 dənə bu formada qalıq qala bilər də, aydındır. 0, 1 qalacaq, o da bizə 2 verəcək. Ona görə də 34 rəqəmli ədəd olacaqdır 8-li say sistemində. Yəni ikili say sistemində 101 rəqəmli ədəd, 8-li say sistemində 34 rəqəmli olur. Ona görə ki, mən 2-likdən 8-liyə keçəndə 3 ayırıram deyə, hər 3 dənəyə bir dənə ədəd düşür 8-likdə. Aydındır? Ona görə də 3-ə böldüm 33 düşdü. Qalığa görə də üzərinə 1 gəldim, oldu 34 rəqəmli ədəd. Belə. 133'ü özümüz yazaq da bu dənə. Yazın, 133'ü ödünüz yazın onda. On altılıq. 100 o bir də şey Deyir. 15. devam var. 15 gelir. Şunu bilsem Sıfır nokta. yazmak.